Bu gözəllik çoxumuza tanışdı. Qədim Şirvan torpağının Çinarlı şəhəri. Babalarımız ev tikib yurt salanda ağac əkməyi də unutmayıblar. Bu şəhər təkcə çinarları ilə deyil, sənət adamları ilə də şöhrətlənib. Qafur Əfəndi Qantəmir, Abdullah Farruh, Ənvər Məmmədxanlı, Rəsul Rıza, Əli Kərim, İskəndər Coşqun. Onların hamısı bu məktəbin yetirməsidir. Bu əli çantalı uşaqlar da bəlkə sabah Çinarlı şəhərə böyük şöhrət gətirəcəklər. Alimlər Fənərə Babayevanın gətirdiyi şöhrət kimi. Fənərənin sorağı indi planetizin bir çox güşələrindən gəlsə də, ham onu bu məktəbin yetirməsi kimi tanıyır. Məktəb uşaqların sevimli yeridir. Onlar burada müxtəlif peşələrə yiyələnirlər. Keçən payız şəhərin uşaq müəssisələri sırasına biri də əlavə olundu. Arvan Uşaq Kitabxana Muzeyi. Buradakı kitabların sayı 10 mindən artıqdır. Əşyaların sayı isə 200-i keçib. Yazıcı Əli Səmədli tez-tez bura gəlir, Kitabxana Muzeyi fondunun daha da zənginləşməsi üçün xüsusi qayğı göstərir. Biz burada yenə də Əli müəllimə rast gəldik. Əli Səmədlinin fikirlərindən. Mən bir gün çox sevinç içindəyəm. Biz keçən il, dekabrın 22-sində bu kitabxananı açdıq və bu haqda televizorda da veriliş getdi və yoldaşlar öz ürək sözlərini dedilər. Ancaq mən dünən bura gələndə, kitabxananın işi ilə tanış olanda çox sevindim. Gördüm ki, kitabxanaya 300 nəfərdən artıq mənim balaca balalarım, dostlarım, əzizlərim üzv yazıblar. Hamısında kartışkaları, anketləri dolub və çoxlu kitab oxuyublar. Bu mənim dövlətim, bu mənim sərvətim oldu. Kitabxananı mən açılışından 3 ay keçməsinə baxmayaraq, hər ay zənginləşdirmişəm. Xüsusi olaraq mən təşəkkür edirəm mənim şair dostum Nəriman Həsənzadəyə. O son illərdə çıxan kitablar çox bahalıyız ki, mənim imkanım olmayıb onları kitabxanaya almağa. Ancaq o kantadından özümün şəxs təşəbbüsü ilə o kitabları bizim Arvan kitabxanasına hədiyyə edib. Sonra çox təşəkkür edirəm bizim Azərbaycan Ensiklopediyasının baş direktoru, mənim qələm dostum İsmail Vəliyevə. Ensiklopediya nəşriyyatının son illərdə dərc etdiyi kitabların hamısını kitabxanamıza hədiyyə edib. Bugünkü uşaqların bura toplanışı, bilirsiniz, mən kitabxananın açılışında demişdim ki, qərar almışdıq ki, hər il burada mənim balaca dostlarım arasında müsahibə keçirək, yaxşı şeir deyənlərin, nağıl deyənlərin, çox kitab oxuyanların, gözəl inşa yazanların, gözəl əl işləyənlərin. Bax, məktəblərdə 2 tur keçirmişsiniz. Bütün Göyçayın kənd və şəhər məktəbinin hamısı keçirilib. İndi bir gün son turdur. Mən də
institutlar heyətinə və uşaqlarımıza arzu edirəm ki, bu müsahibədə yaxşı iştirak etsinlər və mənim bu kiçik də olsa hədiyyələrimi qəbul etsinlər. Burada uşaq köynəkləri var, qız köynəyi var, 2 qol saatı var, bir gözəl fotoaparat var və həvəsləndirici başqa kiçik uşaqların əylənməsi üçün oyuncaqlar da vardır. Bu müsahibəni biz gələn bu illərin noyabr ayında da keçirəcəyik. İnşallah onda bəlkə imkan daxilində bu hədiyyələrin sayını da və dəyərini də artıra biləcəyik. Əli müəllim, siz